Uşaq kitabxanası 1935-ci Mövzu ilə bağlı çıxışlarda uşaqların mənəvi, intellektual və emosional inkişafında kitabların əvəzsiz rolundan bəhs olunub. Bildirilib ki, kitablar uşaqlar üçün yeni dünyaların qapısını açır, onların təxəyyülünü zənginləşdirir və düşünmə qabiliyyətini inkişaf etdirir. Oxu vərdişi qazanan uşaqlar daha savadlı, öz fikirlərini aydın ifadə edə bilən və hadisələrə fərqli baxış bucağından yanaşan fərdlər kimi formalaşırlar. Həmçinin kitabların uşaqların oxuma vərdişləri və onların dünya görüşünün formalaşması baxımından çox önəmli olduğu, mütaliənin hər bir gəncin yaradıcılıq qabiliyyətini inkişaf etdirdiyi vurğulanıb. Tədbirdə iştirak edən uşaqlar üçün yarış təşkil olunub. Mövzuya uyğun hazırlanmış slayda və uşaq ədəbiyyatından ibarət sərgiyə baxış olub. Əslində nağılların hər birinin süjet xətti onun özü başına gələn əhvalatlarla bağlı idi. Anasının hələ qız uşağı ikən ehtiyac üzündən dilənçilik etməsi Hafizə Əliyeva, Namiq Abbasov, NTV Xəbər.